Bugün biz Xocalı faciəsinin 34-cü il dönümünü dərin hüzünlə anırıq. Xocalı yalnız bir şəhərin adı deyil, o xalqımızın yaddaşına həkk olunmuş ağrı, ədalət çağırışı və unudulmayan bir dərsdir. Aradan illər keçsə də Xocalı harayı hələ də vicdanlara səslənir. Xocalı kədərimizdir, Xocalı yaddaşımızdır, Xocalı ədalətə inamımızdır. Biz şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onların əziz ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin. Biz İFK təşkilatı olaraq Həsənzadə EVS qrupu ilə əməkdaşlıq edirik və belə sosial layihələrdə həmişə birlikdə iştirak etmişik və hər zaman da Xocalı bizim vətəndaşların hər birimizin qan yaddaşı kimi beynimizdə qalıbdır və qalacaq da. Bütün Xocalıda dünyasını dəyişən şəhidlərimizə Allah rəhmət eləsin. Biz də bugün belə bir sosial layihələrdə iştirak edirik Həsənzadə EVS qrup adından və bir neçə dəfə bugünə kimi iştirak eləmişik. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Xocalı bizim qan yaddaşımızdır. 26 fevralı tariximizdə təəssüf ki, qanlı olaraq yazıldı və dünyasından keçənlərin hər birini hörmətlə anırıq. Allah hər birinə rəhmət eləsin.